Bugün sizə DİM 2-ci hissə Azərbaycan dili testindən nitq hissələrinin morfoloji xüsusiyyətləri bölməsini izah edəcəm. İşarələnmiş sözlərin tərkibindəki cazə nitq hissəsi baxımından nədir? Ardıcıllıqla müəyyən edin. Anam rusca təhsil almışdır. Qeyd edim ki, ca dillərə qoşulanda biz onu zərf kimi götürürük. Məsələn, almanca, ərəbcə, farsca. Burada ca zərf düzəldən şəkilcidir. Dayım ona zərrəcə ağıl yox imiş dedi. C qədərlə əvəz olunursa qoşma olur. Zərrəcə, zərrə, qədər deyə biliriksə qoşmadır. Üçüncü, Məmmədxanın bircə yaşı var idi. Bir sözün köküdür, ca burada ədatdır. Deməli, testimizin düzgün cavabı A variantıdır. Zərf düzəldən şəkilçi, qoşma, bir də ədat. 2-yə baxırıq. Fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu ardıcıllıqla müəyyənləşdirin. Hökm ilə cümlə arasındakı əlaqə və bu əlaqənin mahiyyəti, hökmün qrammatik forma kimi cümləyə münasibəti istər məntiqçilərin, istərsə də dilçilərin diqqətini çoxdan cəlb etmişdir. Gəlin baxaq, bağlayıcı. Hökm ilə cümlə arasındakı hökm və iləni və ilə əvəz edə biliriksə, bağlayıcı olur. Deməli, bu olur işarə əvəzliyi, forma kimi ki qoşma, istərsə də bağlayıcı, çoxdan sözündə də çox sözün köküdür, dan zərf düzəldən şəkilcidir. Testimizin düzgün cavabı bağlayıcı, əvəzli, qoşma, bağlayıcı, bir də zərf. 3-ə baxırıq. Fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu ardıcıllıqla müəyyənləşdirin. Təvəkkürün dili ilə əlaqəsinə aid məsələlər içərisində məntiqi və qrammatik kateqoriyalar, həmçinin bu kateqoriyaların bir-birinə münasibəti və digər məsələlərlə birlikdə həll olunub. Gəlin baxaq. ilə olur qoşma dili ilə, əlaqəsinə aid, aiddən əlavə yönlük hal şəkilçi işlənib. Biz qeyd etmişdik ki, qoşma ismin adlı gəlli yönlük halına qoşulub müəyyən mənaçaları yaradır. Gördüyümüz kimi burada yönlük halı tələb edir. Məntiqi sözündə məntiq sözün köküdür, isimdir, sifət düzəldən şəkilçidir, həmçinin bağlayıcıdır. Birlikdə sözündə də bir sözün kökü lik, leksik, dadə də zərf düzəldən şəkilçidir. Qeyd edim ki, lik omonim şəkilçidir, meşəlik sözündə isim düzəldir, sonra ikilik taxta sözündə sifət düzəldir, həmişəlik sözündə zərf düzəldir, lik plus da deyə bilərik. Yəni, lik leksik, dadə leksikdir. Adətən uşaqlar da şəkilçini, belə deyim də, yerli hal şəkilçi götürürlər, amma bu yerli hal şəkilçi deyil, zərf düzəldən şəkilçidir. Belə, testimizin düzgün cavabı A variantı, yəni qoşma, sifət, bağlayıcı, bir də zərf, yəni A variantını qeyd edək. 4-ə baxaq. Sizdən ayrılmayır könlümün quşu cümləsindəki sözlərlə bağlı səhv fikri müəyyənləşdirin. Sizdən şəxs əvəzliyidir, yerlik haldadır. Siz sözün burada kökü düzdür, yəni şəxs əvəzliyidir, amma dan yerlik halın şəkilçi deyil, çıxışlıq halın şəkilçidir. Ayrılmayır feildir, indiki zamandadır, düzdür. Könlümün düzəltmə isimdir, müəyyən yerlik haldadır. Könlümün sözü düzəltmə isim deyil. Bu sözün birinci tərəfi yanlışdır, müəyyən yerlik haldır. İkinci hissəsi isə düzgün fikirdir. Ona görə bu tipli testlər yazanda tələsmək lazım deyil, sözü axıra kimi oxumaq lazımdır. Könlümün sözü də biz qeyd etmişdik ki, milli sözlərimiz var idi. Beyindir, ağıldır, ağızdır, çiyindir, qoyundur, oğuldur və s. kimi sözlər yalnız mənsubiyə şəkilçi qəbul edəndə sözün ikinci hecasındakı sahib düşüb. Burada da könlümün sözündə ü saiti yazılmayıb. Çünki mənsubiyə şəkilçi qəbul edəndə ikinci saitini itirib. Quşu mənsubiyə şəkilçi qəbul etmiş isimdir. Könlümün quşu, bəli, burada qeyd etmişdik, yəli idi. Quşu sözü isə üçüncü şəxsin təkinin mənsubiyə şəkilçidir. Testimizin düzgün cavabı C variantıdır. Bizdən yanlışları istədiyinə görə 1 ilə 3-ü götürəcəyik. 5-ci suala baxaq. Şeiriyyət ilhama çağırır məni nümunəsindəki sözlərin morfoloji izahı ilə bağlı səhvləri müəyyənləşdirin.
Şeiriyyət quruluca düzəltmədir, konkret isimdir. Şeir sözün köküdür, iyyət leksik şəkilçidir. Birinci hissəsi düzdür. İkinci hissəsinə baxaq. Konkret isimdir. Xeyr, konkret isim deyil, mücərrəd isimdir. Konkret isimlər toxuna bildiyimiz və görə bildiyimiz varlıqlardır. Mücərrəd isimlər isə toxuna bilmədiyimiz və görə bilmədiyimiz varlıqlardır. Bir yanlış fikirdir. Bu mücərrəddir, amma burada konkret olaraq qeyd edib. İlhama isimdir, yönlük haldadır. Bəli, ilham sözün köküdür. A yönlük halın şəkilçisidir. Çağırır indiki zamanda işlənmiş feildir. Çağır sözün kökü indiki zamandır. Məni mənsubiyyət şəkilçisi şəxs əvəzliyidir. Məni şəxs əvəzliyidir, amma mənsubiyyət şəkilçisi deyil, ismin təhsillik hal şəkilçisidir. Testimizin düzgün cavabı 1, 4, yəni D variantıdır.